söyləyənməz. İlham Və Əliyevlə İlham Əliyev İlham bilməlidir Əliyevlə ki, orada biz o rəng deyək və yaxud o pomidor deyək, onu pomidor yerinə qoyub orada, pomidorlayıb, xiyarlayıb, çox biabır şəkildə biabır eləyə bilərik. Heç kim də tam bizim doğru. qabağımıza dura bilməz. Tam doğru. Avropanın Lübboy ölkəsinə İlham Əliyev hansı konfransa gəlir, bilsin ki, Hüseynovlar qardaşları həmin tədbirdə var. Həmin tədbir Davosdaydı, qardaşım Davosdaydı. Gəlib Münhenə, Münhendəyik. BMT Cenevrəyə gələcək, orada çıxacağıq. Fransaya gələcək, oradan çıxacağıq. İlham Əliyev bilməlidir ki, bax necə o bilməmişdi ki, bir gün onun da qapısı döyüləcək. Bilməmişdi ki, bir gün onun da peysər çıxardacağıq. Bax hamısı görsən Allahın işi elədi ki, özünə gəlib qaytarır. Siz bir dəfə yadımdadır. Mən həbsdən təzə çıxmışdım. Belçikada onu tutmuşdunuz deyəsən. Brüssel. Brüsseldə. Bax görsən İlham Əliyev bunları bilməlidir ki, ay bu üzə qaçdı gələcək. ya oradan. Tüpürdü, qaçdı. Orada nələr dedi ona? Biabır elədi ona. Yadımdadır o video. Yəni bu İlham Əliyev deməli evində xoruzdur, çöldə isə fərə. Bu tülküdür. Bu ancaq niyə Bakıda lotuluq eləyir? Bilirsən? Onun çünki polisi var, banditizmi var, DTX-ı var, ordusu var, polisi var, dəyənəyi var. Ona günvənir. Bax görürsünüz ay cəmaət. İlham Əliyev əslində qorxaq da. Bu müzəffər, bu lotu, bu cəsarətli lider deyil. Bu qorxaqdır. Yəni polis olmasın ölkədə. Bu qaçacaq. Bu düşünmə, bu arvadını qoyub qaçacaq ha. Bu elə şərəfsizdir. Bu gün qaçdığı kimi. Bu gün necə qaçacaq? Sən bir dövlətin rəhbərisən. Bir ayaq saxla. Özü ilə gör nə qədər bu xərc çəkib. Bütün jurnalistlər gətirib güya buna rusca sual verirlər, ingiliscə sual verirlər, nə bilim. Hamısı da ATV-nin müxbirləri zaddır. Tamaşa qrup da, tamaşa qrup. Güya bu indi belə deyək də beynəlxalq tədbirdə müxtəlif dillərdə buna dünyanın jurnalistləri sual verir. Ucuz şoulardır. Ucuz şouları ehtiyac yoxdur bizə. Camaat artıq sənin kim olduğunu bilir. Ay İlham Əliyev. Camaat artıq bilir ki, sən nə gündəsən. Onun üzünü gördün? Çöküb. Adam bəlkə də günlərdə, həftələrlə yatmır. Üzündə o dərdi, o çöküşü, o yorğunluğu, o biabırçılığı görmək olar. Şişkinlik. Sən bildin nə edib Azərbaycan mətbuatı? Deməli, İlham Əliyevin şəklini photoshoplayıb, baxmısan ona? Yox, hansıdır göstər. İndi onu göstərəcəm. Deməli, photoshoplayıb və verib. İndi aha tapdım bunu. Deməli, girəm bura. Girdim bura. Bax. Bu İlham Əliyevin dünənki sifətidir. Görsən çöküşüb. Bax, qırışlarına. Hökumətin bizə soxuşdurduğu İlhama bax. Güya bu belə gümrahdır. Bu belə idi. Photoshoplayıb. Bunun sifətini nətər yığıb? Görsən nə ediblər? Süni intellekt bax belə şeylərə, gizli şeylərə xərcləyirlər. Bax bu hökumətin APA, ASTV-nin yaydığı fotodur. Güya İlham Əliyev. Bu əslində bax dünən belə idi də. Bunlar photoshoplayıb buraları. Bu Kitayski Ersin Quliyev oxşayır. Allah hətta piyabıcı. Ersin Quliyev oxşayır, Kitayski. Bu əsildir. Sifəti çökür. Bu da photoshoplayıb soxurlar ki, yox İlham Əliyev şeydir. Yəni burada görünür ki, bunun dərdi var, xəstədir, bu çökür. Burada isə baxsan ki, bu gümrahdır. Yəni hökumət artıq başını itirib. İlham Əliyev özünün də başı itirib. Və bax bunları göstəririk ki, İlham Əliyev, sən bizlə hesablaşacaqsan. Sən bizlə... Bu da çöküb, Mehman. Əlbəttə ki, problem. Bax, ay Əli, məsələ bilsən nədir? Hər bir atanın, hər bir ailə başçısının ilk öncə problemi, dərdi onun uşağıdır, ailəsidir. İndi İlham Əliyev nə qədər cındır, əxlaqsız, namussuz olsa da, o həmişə öz oğlunu, ailəsini düşünüb də və bir ailə başçısı da həmişə evini düşünər. Bu da biz bu evini düşün, bu balasını bilir ki, xəstədir Heydər, Alona. Bu o dərdlə yaşayırdı. Ki, ay bilət, bir dəfə bilsələr ki, mən evimə
fahişəni gətirmişəm. Bu şeyləmir. Və bu məsələ partlayır. İlham Əliyevin də indi ürəyi var da, yəni bu insan orqanizmidir. Mehriban da insan orqanizmidir. Və bunlar da çıxılmaz vəziyyətdədir də. Başa düşürsən? İnsan necə ifşa olunur? İnsanın ailəsi çıxır ki, bu evə sosqanı gətirib. Bu evə fahişəni gətirib. Bax, İlham Əliyevin də dərdi, onun fikirləri, onun narahatçılığı məhz bir prezident kimi yox, artıq ailə başçısı kimi üzünə vurur. O narahatdır. Sənə bilirsən ki, bax, biz gecələr necə rahat yatırıq. Killə gəlsin, kim gəlsin, qozumuza deyil. Amma o yatmır. Qətiyyən. O yatmır. O deyir, ay blət, mən bu vəziyyətdən necə çıxım? Ay blət, kaş bu belə olmazdı. Bu yatmır. Bu bilsən niyə yatmır? Klanlar var. Bəyləri gördün, yanından buraxmır. Girov kimi saxlayıb ha. O da qorxusundan saxlayıb. Çünki bəylər böyük bir klandır, böyük bir mafiya başçısıdır. İlham Əliyev deyir ki, qoy bunun birinci ətrafını təmizləyim, sonra özünlə məşğul olaram. Yəni onu girov kimi özünün yanında saxlayır, qorxusundan saxlayır. Birdən bəylər gedib mühacirlərlə qoşular, birdən nəsə şey deyər. Mən deyim ki, amma bəylərgilin çerez hansısa bu planları var və Türkiyədə, istər Rusiyada, istər Azərbaycanda bütün bu idmançıları yığıb başına Robert, o Həsən, yəqin ki, sən onların şəkillərini falan görmüsən, nə bilim, o Alek Bakinski falan, bunlara idmançılara, bunlar qonaqlıqlar verirlər, müəyyən vəzifələrə qoyurlar falan, bəşməşan. Yəni, bu nə deməkdir? Yəni, bizim ətrafımızda, jargonla desək, massa var, kütlə var, güclü adamlardan ibarət yığmışıq. İndi düzdür, konflikt yaranıb, Fərid Əsgərov bəylərin bütün tayfasını prezident axranasından uzaqlaşdırdı. Biz bu kör-kör gör-gör, biz bunu görməyək. Əgər bəylər İlham Əliyevin yanındadırsa, o zaman bu boyda dəyişikliyə prezident axranasında nə ehtiyacı var idi? Məsələn, Fərid Əsgərov